İfrazat prosesi həzm sistemi ilə əlaqəli olmayan canlılar hansıdır? Deməli, ifrazat prosesi həzmlə əlaqəli olmayan canlını soruşur. Bilirik ki, ev itində əlaqəsi yoxdur və ifrazat həzmlə heç bir əlaqə olmadan xariclə birbaşa atılır, xariclə əlaqəsi vardır. Parabizəni götürə bilmərik biz, çünki burada Malpighi boruları var və arxa bağırsaq açılırdı. Ona görə bunu götürə bilmərik. Kolorado böcəyi eyni qaydada həşəratlara aid olduğu üçün götürə bilmirik. Xaslı örümçəkdə də Malpighi borusu var, götürə bilmirik. Deməli, ifrazat prosesi həzmlə əlaqəli olmayanı soruşur, amma bunlar da əlaqəlidir. Göl qurbağasında kloaka vardı, ona görə götürə bilmərik ki, ifrazat həzmlə əlaqəlidir və çünki ifrazat prosesi kloakaya tökülürdü burada da, yəni ifrazat prosesində əmələ gələn maddələr. Kərtənkələ də eyni qaydada kloakaya sahibdir. Çay xərçəngində bir cüt yaşıl vəzi vardı və ifrazat həzmlə əlaqəli deyil, ev itində də əlaqəli deyil. Ona görə bu cavabı düzgün olaraq götürə bilərik. Göyərçində kloaka vardı, çay xanı balığında isə demək olar ki, göyərçində kloaka olduğu üçün götürə bilmirik. Çay xanı balığında da ifrazat həzmlə əlaqəli deyildi. Bunu da götürə bilərdik. Düzgün cavabımız çay xərçəngi və ev iti olacaq.